Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve sallallahu ala seyyidina Ebu'l Kasimi Muhammed ve alihi tayyibin tahirin. Salam, xoş gördük hər birinizi, hörmətli izləyicilərimiz. Allahın salavatı, salamı, rəhməti, bərəkəti və məğfirəti üzərinizə olsun inşallah. Bugünkü videomuzda, bugünkü verilişimizdə günümüzün və hazırki dünyamızın, belə deyək, qlobal problemlərindən olan ailələrin dağılması və boşanmalar haqqında olacaqdır. Bu barədə sizlərlə söhbət açacağıq. Belə ki, hal-hazırda bildiyimiz kimi qloballaşan dünyada xalqların, millətlərin, ölkələrin ən ciddi problemlərindən biri də budur ki, ailələr, xüsusilə də gənc ailələr arasında boşanmalar və ailə dağılmaları artıq pik həddə çatıbdır. Və bu rəqəm artıq çox arzu olunmaz bir səviyyəyə yetişibdir. Və bu işdə bizim ölkələrimiz, yaşadığımız region da istisna deyildir. Yaşadığımız ölkədə boşanmaların sayı, ailə dağılmalarının sayı sözün həqqi mənasında dünyanın bir çox ölkələrini artıq arxada qoyubdur. Bilirsiniz, bu sözün həqqi mənasında cəmiyyətimizdə çox ciddi bir həyəcan siqnalıdır. Çox ciddi bir həyəcan siqnalıdır ki, bu həyəcan siqnalı sözün həqqi mənasında ölkədəki və regionumuzdakı ziyalıları, din adamlarını bu məsələ ilə ciddi məşğul olmağa vadar etməkdir. Ki, nəyə görə bu regionda və ölkəmizdə sözün həqqi mənasında ailə dağılmaları, boşanmalar bu həddə gəlib çatıbdır. Təbii ki, bunun özünün bir çox obyektiv və subyektiv səbəbləri vardır. Çox səbəblər, yəni ki, saymaq olar. Səbəblərdən biri də budur ki, dünya miqyasında təbii ki, qloballaşan dünyada artıq insanlar, belə deyək də, azad həyat yaşamaq arzusundadır. Nə mənada azad? Biz görürük ki, qadınlar bir çox hallarda, istər kişi tərəfdən olsun, istər qadın tərəfdən olsun, ailə sistemində, ailə sistemi çərçivəsində yaşamaq istəmirlər. Və bu epidemiyanın, belə deyək, əsas mənşəyi və mənbəyi qərbdən qaynaqlanır, qərbdən mənbə götürür. Ki, biz görürük, artıq bir neçə il bundan öncə biz bu məsələni eşidirdik qərb cəmiyyətində ki, qərb cəmiyyətində insanlar arasında bir-birinə olan etibar, bir-birinə olan inam aradan gedibdir. Və buna görə də görürdük ki, insanlar hətta cinsindən asılı olmayaraq biz görürük ki, insanlar heyvanlarla daha ünsiyyət qururdular. Nəinki insanlarla. Çünki o etibar ki, insanlarda axtarırdılar, o insanlarda tapa bilmirdilər və heyvanlara baş verirdiler. Ancaq çox təəssüflər olsun ki, bu artıq bizim regionumuza və ölkəmizə də sirayət edib. Bu epidemiya və bu, belə deyək də, bu problem artıq bizim cəmiyyətimizdə də çox qabarıq şəkildə özünü göstərir ki, biz görürük ki, yenə deyirəm, bu sırf nə qadına, nə kişiyə sırf aid olan məsələ deyil, hər iki cinsin nümayəndələrində var. Görürük ki, qadınlar qloballaşan dünyada artıq, belə deyək, internet əsrində yaşayırıq, artıq süni intellekt əsrində yaşayırıq və ona görə də hansısa bir ailə qanunları çərçivəsində yaşamaq istəmirlər. Dünən ailəli olan və hansısa bir məhdudiyyət çərçivəsində yaşayan qadın ailəsindən uzaqlaşır, boşanır və bugün baxırıq ki, sosial şəbəkələrdə artıq bir fenomenə çevrilir. Çox təəssüflər olsun ki, bu tip qadınları, bu tip insanları cəmiyyətimizin böyük bir hissəsi sosial şəbəkədə təmsil olunan kütlə onları dəstəkləyirlər. Eləcə də kişilər olsun. Biz görürük ki, kişilərin özünün, belə deyək, gecə həyatı var və yaxud da ki, iş-işrət həyatı var və onlar hansısa bir ailə qanunları çərçivəsində bir qadının məhdudiyyəti çərçivəsində yaşamaq istəmirlər. Onlar da istəyirlər ki, azad həyat sürsünlər, gündə
üzr istəyirəm, gündə bir qadınla əylənsinlər və həyatlarını bayağı formada keçirsinlər. Və görürük ki, bunlar da yəni azad yaşamaq üçün təbii ki, bu azadlıq nisbi azadlıqdır. Nisbi azadlıq belə deyək də terminidir ki, onlar öz aləmlərində güya ki, bunu azadlıq kimi yəni qəbul edirlər, qələmə verirlər. Və biz baxırıq bunun bir çox yəni ki, həm sosioloji, həm psixoloji səbəbləri vardır. Yəni səbəblərin hamısını burada qeyd eləmək, hamısını burada izah eləmək təbii ki, bizim həm vaxtımızın belə deyək də çərçivəsindən kənardır. Ona görə də biz onun hamısını burada qeyd eləyə bilmərik. Ancaq mən burada bəzilərini istəyirəm qeyd eləyəm. Onlardan biri də birincisi yəni psixoloji səbəbləri idi ki, bayaq qeyd elədik. İnsanoğlu güya ki, bununla özünü bir məhdud çərçivədə görür və bu məhdudiyyəti sındırmaq və bu məhdud çərçivədən çıxmaq istəyir. Təbii ki, burada da yəni bir çox yəni həm də maddi yəni ki, səbəblər rol oynayır. Yəni psixoloji səbəblərdən qeyd elədiyimiz və biri də təbii ki, ailədə kişinin hegemonluğudur. Kişinin hegemonluğu deyiləndə nə başa düşülür? Yəni çox təəssüflər olsun, bizim cəmiyyətimizdə belə bir faktor var ki, kişi belə deyək, həmişə özünü belə stereotipdir də belə deyək. Kişi özünü həmişə hegemon tərəf, güclü tərəf kimi təqdim edir. Təbii ki, ailədə kişinin kişi yeri olmalıdır, qadının da qadın yeri olmalıdır. Hər kəs öz çərçivəsini bilməlidir, yəni özünün hansı çərçivədə haqq və hüquqları olduğunu bilməlidir, ancaq təbii ki, hüquqlarının olmağını bilməlidir. Ancaq bəzi ailələrdə görürük ki, bizim cəmiyyətimizdə çox təəssüflər olsun, kişi bütün haqları özündən yana bilir. Yəni fiziki baxımdan güclü tərəf olduğundan avantaj kimi istifadə eləyir. Hansısa bir onu özünə bir üstünlük kimi qəbul eləyir və qadına sırf olaraq kölə gözündə baxır. Bu da düzgün yanaşma deyil. Təbii ki, ailədə dinimiz nöqteyi nəzərindən və istər dinimiz nöqteyi nəzər olsun, istər dövlət qanunvericiliyi nöqteyi nəzərindən olsun, kişinin və qadının hüquqları vardır. Və bunlar bir-birinin hüquqlarına təcavüz eləməməlidirlər. Ancaq bütün hüquqları kişi özündən yana biləndə, yəni tutaq ki, kişiyə hər şey olar, qadına heç nə olmaz deyə bir stereotip formalaşıbdır bizim cəmiyyətimizdə. Öz-özlüyündə kökündən səhvdir. Nəzər olur ki, kişi hər cür əylənsin, hər cür üzr istəyirən işləri görsün, yəni bütün normativləri, əxlaqi normativləri tapdalasın, ancaq qadına olmaz deyə belə bir dənə stereotip, belə bir psixologiya var. Təbii ki, əgər bu iş yaxşıdırsa, niyə qadın eləməsin? Yox, əgər pisdirsə, niyə kişi eləyir? Bax, belə bir məntiq ortaya çıxır. Təbii ki, qadınlar da belə olanda, görəndə ki, kişi haqsızlıq eləyir, kişi onun bütün hüquqlarını tapdıyır, kişi hər bir pozğunluqdan çıxır və buna ümumiyyətlə heç bir haqq və hüquq tanımır və ən başlıcası bütün pozğunluqları, bütün o kobudluqları eləyən kişi qadına heç bir diqqət eləmir, onu diqqətdən kənarda qoyur. Belə olanda təbii ki, qadın öz aləmində buna bir üsyan eləyir. Buna bir üsyan eləyir, buna bir protest eləyir və artıq kişi haqsızlıq eləyəndə, qadın da protest eləyəndə, üsyan eləyəndə belə bir ortamda ailə qala bilməz. Yəni ailə formatı bu forma davam eləyə bilməz, ailə həyatı. Belə olanda da görürük ki, ailələr dağılma həddinə gəlir çıxır. Bəzi hallarda da görürük ki, xeyr, problem qadın tərəfindədir. Kişi baxmayaraq ki, gecə-gündüz zəhmət çəkir, işləyir, qadında sanki həmişə bir etiraz var, bir qane olmamaq var. Məşhur belə bir deyim var ki, kişinin xasiyyəti pul çox olanda, qadının xasiyyəti pul yox olanda bilinir, həqiqi xasiyyəti. Biz görürük ki, kişi çalışır, bu insan maddi baxımdan yuxarı təbəqənin, elit təbəqənin nümayəndəsi deyil də. Nə olsun ki, qadın bugün
girir sosial şəbəkələrə daxil olur, orada belə deyək də yüksək, maddi baxımdan yüksək və elit təbəqənin nümayəndələrini görür. Hansı ki, onlar böyük pullar, böyük xərclər və s. bahalı brend geyimlər, brend avtomobillər, brend markalardan istifadə edirlər. Bütün insanlar öz həyat yoldaşından, bütün qadınlar eyni həyatı tələb eləsə, onda cəmiyyətimizdə yaşamaq olmaz. Ona görə də qadın da hər halda həyat yoldaşının maddi durumunu, onun gücünü nəzərə almalıdır, maddi gücünü, maddi durumunu nəzərə almalıdır. Bəzi şeylərdə səbrlə davranmalıdır. Ona görə də bilirsiniz nətədir? Həm kişi tərəf, həm qadın tərəf pulun çoxluğunda kişi azmamalı, belə deyək də qudurğanlıq eləməməli. Pulun yoxluğunda qadın üsyan eləməməli. Yəni ailənin yaşaması üçün maddi faktor əsas hesab olunmamalıdır. Yəni, maddiyyat əsas faktor kimi nəzərə alınmamalıdır. Qadın və kişi ortamında əsasən onların bir-birini qarşılıqlı başa düşməsi və qarşılıqlı anlaşma əsas faktor hesab olunmalıdır. Təbii ki, burada ilk növbədə hörmətdən, mərifətdən və məhəbbətdən söhbət gedir. Bir ailədəki sevgi, qarşılıqlı sevgi, bir ailədəki qarşılıqlı anlaşma, məhəbbət olmasa, elə bir ailə heç vaxt davam edə bilməz. Və biz görürük ki, Quran-ı Kərimdə də Allah Teala Rum surəsinin 21-ci ayəsində belə buyurur ki: "Əuzu billahi mineşşeytanirracim və min ayatihi en xalaqa lakum min anfusikum azwajan liteskunu ilayha və ceale beynekum mawaddatan və rahmə." Buyurur ki, Allahın nişanələrindən, qüdrət nişanələrindən biri də budur ki, sizin üçün özünüzdən, öz cinsinizdən olan bir zövcələr yaratdı ki, onların vasitəsilə rahatçılıq tapasınız. Və sizin aranızda məvəddət, dostluq və rəhmət və sevgi inşa elədi, yaratdı. Biz görürük ki, bu ayəyə də baxanda Allah Teala həyat yoldaşlarını bizim bir-biri üçün rahatçılıq vasitəsi hesab edir. Yəni, sırf fiziki rahatçılıqdan söhbət getmir burada, həm də mənəvi rahatlıqdan söhbət gedir. Arxasınca buyurur ki, onların vasitəsilə bir-birinizlə aranızda mehribançılıq və məhəbbət qərar verdik. Və ona görə də istər kişi tərəf, istər qadın tərəf bir-birinə sırf olaraq fiziki rahatlıq vasitəsi kimi baxmamalıdırlar. Yəni, sən sırf mənim maddi baxımdan təmin edirsən, ona görə biz bir yerdəyik deyə bir anlayış, bir təfəkkür olmamalıdır. Təbii ki, ortada bir mənəvi bağlılıq olmalıdır, həm də bir dostluq olmalıdır, həm də bir məhəbbət olmalıdır. Bilirsiniz, ailələrin dağılma səbəblərindən biri də insanların düzgün həyatda düzgün ideal seçməmələrindən biri. Yəni, biz əgər özümüzə ideal seçəndə istəyir kişi tərəf, istəyir qadın tərəf idealı düzgün formada formalaşdırmalıyıq. Əgər biz dünyəvi şəxsiyyətləri, maddi baxımdan elit təbəqənin nümayəndələrini özümüz üçün ideal seçsək, onda qarşı tərəfdən də o elit həyatı tələb eləyəcəyik. O maddi baxımdan o kulminasiya və yüksək səviyyədə həyat tələb eləyəcəyik və bu da istər-istəməz nəticə etibarilə qarşı tərəf bunu təmin edə bilməyəndə ailənin dağılmasına gətirib çıxardacaq. Ona görə də yaxşı olar ki, bir-birimizlə ideal, əgər aramızdakı münasibət üçün ideal, həyatımız üçün ideal seçəndə, nümunə seçəndə baxaq bizim dini şəxsiyyətlərimizin, dini öndərlərimizin həyatını. Əgər qadın öz həyatında Həzrət Xədicəni ideal seçsə, onda görər ki, öz həyat yoldaşı üçün Həzrət Xədicə hansı fədakarlıqlara getdi. Həzrət Fatiməni ideal seçsə, görər ki, Həzrət Fatimə hansı formada öz həyat yoldaşı ilə davranırdı. Baxmayaraq ki, Həzrət Xədicə özü elit və imkanlı təbəqənin nümayəndəsi idi, ancaq bütün var dövlətini, özünün həyat yoldaşının amalları, Allahın
göndərdiyi din uğrunda fəda elədi, xərclədi. Baxmayaraq ki, Həzrəti Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm özü kasıb təbəqənin nümayəndəsi idi. Ancaq eyni zamanda da Həzrət Xədicəyə elit ailələrin nümayəndələri, belə deyək, imkanlı təbəqənin nümayəndələri elçi göndərirdilər. Ancaq o mənəviyyatına görə, sevgisinə görə, məhəbbətinə görə, ruhi bağlılığına görə Həzrəti Rəsulullahı seçdi. Baxmayaraq o bir yetim şəxs idi. Elə bir maddi bir imkanı yox idi. Özü Xədicənin belə deyək də ticarət karvanında satıcı və karvanbaşı kimi işləyirdi. Ancaq bununla belə Həzrət Xədicə maddiyyətə üstünlük vermədi. Sırf mənəviyyata üstünlük verdi və ondan sonra da ömrünün sonuna qədər bir-birlərinə bağlı qaldılar, bir-birlərinə vəfalı qaldılar və bütün o küllü miqdarda olan sərvətini onun gətirdiyi dinin yolunda xərc elədi. Qarşılığında da təbii ki, cənnət qazandı. Biz baxsaq Həzrəti Əli əleyhissalam və Həzrəti Zəhranın həyatına görərik ki, ömürlərinin sonuna qədər necə bir-birinə vəfalı qaldılar və onların həyatında maddiyyatın demək olar ki, heç bir təsiri yox idi. Təbii ki, maddiyyat insana yaşamaq üçün lazımdır. Ancaq ailənin qorunması üçün, ailə həyatının davam etməsi üçün maddiyyat əsas faktor kimi götürülməlidir. Yeri gələndə biz baxırıq ki, onlar ailədə bir-birinin hüququnu necə qoruyurdular. Əgər kişi özünə Həzrəti Əlini nümunə götürsə, görər ki, Həzrəti Əli əleyhissalam hətta ev işlərində Həzrəti Zəhraya köməklik eləyirdi. O boyda qüdrəti ilə, o boyda əzəməti ilə, o boyda o belə deyək də gücü ilə, qüvvəsi ilə yer gələndə öz həyat yoldaşına ev işlərində də belə köməklik eləyirdi. Və Həzrəti Zəhra biz görürük ki, ömrünün sonuna qədər Əli əleyhissalam necə vəfadar qaldı. O hətta o vilayəti qəsb olunanda, haqqı qəsb olunanda ömrünün sonuna qədər Əli əleyhissalamın yanında şəhid olana qədər şəhamətlə və qüdrətlə dayanan və o zəif nöqtələrini heç vaxt Əli əleyhissalama göstərməyən Həzrət Zəhra səlamullah əleyhə idi. Hətta o iş ki başlarına gəldi, Həzrət Zəhra səlamullah əleyhanın şəhadətinə səbəb oldu. O ağrılarını belə həyat yoldaşından gizlədən bir xanım idi. Xanım ailədə olan kiçik problemi dərhal qabartmamalıdır. Bu yoxdur, o yoxdur, bunu eləmədim, mən belə yaşayıram, başqası elə yaşayır. Və kişi də təbii ki, bu gün ailəsini təmin etməli olduğu halda o pulları, o vəsaiti aparıb başqa yerlərdə xərcləməməlidir. Elə olanda, əgər qadın kiçik problemi qabardırsa, bu qadının insafsızlığıdır. Kişi də qadınını, ailəsini, uşağını təmin etməli olduğu halda o vəsaiti aparıb iş, işrət və keyf yolunda xərcləyirsə, bu da kişinin insafsızlığıdır. Ona görə də hər iki tərəf əlini vicdanının üzərinə qoyub, o cür yaşamalıdır ki, həqiqətən vicdanına qarşısında sözü olsun. Əgər yerli-yersiz biz ailədə bir-birimizi ittiham eləsək, yəni qadın kişini, kişi qadını, haqqını, hüququnu təmin etmədən bir-birini ittiham eləsə, elə olanda ailə, o ailədən Allah bərəkəti də götürər. Biz görürük ki, bəzən bir ailəyə Allah hər şeyi verir. Təbii ki, Allah özü də bəzən ailənin zəmanətidir da. Allah verir, ruzini verir, amma yenə qane olmur qarşı tərəf. Bir-birinə ağır sözlər deməklə, bir-birini tənqid eləməklə, səhərdən axşama bir-birinə acı sözlər deməklə ailənin içərisini cəhənnəmə çevirirlər bir-biri üçün. Belə olanda oradan Allahın bərəkəti götürülür, söz, söhbət, dava-dalaş olan ailəyə mələklər gəlməz. Belə olanda biz görürük ki, ailədə bərəkət də olmur, olan nemətlərdə sanki görülmür. Olan nemətlərdə bizim üçün bir əzaba çevrilir. Burada da çalışmaq lazımdır, qarşı tərəf bir-birimizin hüququnu həmişə qoruyaq. Və mən sonda
bir misalı da qeyd edeyim, sizin diqqətinizə çatdırım, ərzimi tamamlayım. Bir qonşuluqda yaşayan iki gənc ailə var imiş. Ailələrdən birində səhərdən axşama səs-küy, dava-dalaş, söz-söhbət, digərində isə səfa, səmimiyyət, mehribançılıq və gözəl həyat tərzi hökm sürürmüş. Xülasə, bu səhərdən axşama dava-dalaş, söz-söhbət olan ailədə kişi, həyat yoldaşı deyir ki, nə cür olur ki, bizimlə eyni səviyyədə olan və bizimlə qonşuluqda olan bir ailədə səhərdən axşama səfa, səmimiyyət var, gözəllik var, mehribançılıq var, ancaq bizdə səhərdən axşama söz-söhbət və dava-dalaş var. Bunun fəlsəfəsi nədə ola bilər? Və öz həyat yoldaşına, zövcəsinə deyir ki, mən gedəcəm o ailəyə və görüm bunun sirri nədədir? Xülasə, kişi gedir qonşuya və əyləşir, diqqət eləyir, onların davranışlarını sezir və görür ki, bir hadisə baş verir, tutaq ki, bir çatışmazlıq olur ailədə və dərhal kişi özünü günahkar bilir. Yəni, qonşu kişi, o səfa səmimiyyətdə yaşayan ailədəki kişi dərhal özünü günahkar bilir ki, həyat yoldaşına deyir ki, məsələn, mən bu işi eləsəydim, bu problem olmazdı, bu çatışmazlıq olmazdı, mən bu işi görmədim, deməli təqsir məndədir. Bunu görən həyat yoldaşı dərhal qarşı tərəf qadın da özünü günahkar bilir. Deyir ki, yox, əstağfurullah. Günah təqsir səndə olmadı, təqsir məndə oldu deyir. Yəni, mən bu işi görsəydim, mən bu işə tez yetişsəydim, o problem olmazdı. Hamı ailədə özünü təqsirkar bilir. Xülasə, belə bir ortamda heç bir dava-dalaş, söz-söhbət olmur və ortadakı problem çox asanlıqla hər iki tərəfin çalışması, hər iki tərəfin həmkarlığı ilə aradan qalxır. Xülasə, bunu görən kişi qayıdır, həmin o söz-söhbət, dava-dalaş olan ailənin kişisi qayıdır yerinə və qadın deyir ki, kişi nə gördün orada, o ailədə, nə gördün o səfa səmimiyyətin, mehribançılığın sirri nədəydi? Kişi deyir ki, xanım, mən orada bir halət gördüm ki, o bizdə yoxdur. Orada hamı günahkardır, hamı təqsirkardır, ancaq bizdə hamı düz, hamı doğrudur. Orada bir iş baş verəndə, ailədə bir problem baş verəndə hamı özünü təqsirkar bilir. Bizdə bir problem baş verəndə hamı özünü düzgün və doğru və dürüst bilir. Və ona görə də bizdə səhərdən axşama səs-səmir, dava-dalaş, söz-söhbət, onlarda isə səfa səmimiyyət hökm sürür. Bəli, əzizlərim, Allah Taaladan inşallah dua eləyək ki, ailə həyatınızda hər birimizə inşallah səbr, dözüm, səfa, səmimiyyət və mehribançılıq əta eləsin. Gələn verilişlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın və əssalamu aleykum və rəhmətullahi və barakatuhu.